Değerli kardeşlerim, izzətli müminler. Allah Azza ve Celle'ye sonsuz həmsənalar olsun ki, bizleri öz evində cəm etdi, topladı. Bugünkü xütbəmizin mövzusu Allah Azza ve Celle'nin hansı qulları sevməsindən danışacaq inşallah. Oxuduğum ayət-i cəllədə də göründüyü kimi Uca Rəbbimiz birinci olarak Bəqərə suresində Ənfiqu fi səbilillah. Allah-u Teala kimləri sevər? İlk öncə Allah Azza ve Celle ne deyir? Ənfiqu fi səbilillah. Birincisi Allah yolunda xərcləyərlər. Və la tulqu bi eydikum ilə təhlükə. Özlərinizi öz əlinizlə təhlükəyə atmayın, deyir Allah Azza ve Celle. Değerli kardeşlerim, Allah Azza ve Celle insanları fərqli yaratmış. Birini diğerine üstün yaratmış. Hər kəsdə fərqli məziyyətlər vardır. Birində olan diğerinde olmayabilir. Allah Azza ve Celle birine elm vermişsə, diğerine gözəl əxlaq vermiş. Birine mal mülk vermişsə, birine salih övladlar vermiş. Allah Azza ve Celle bizleri fərqli yaratmış. Ve Allah Azza ve Celle Kur'an-ı Kerim'e baktığımız zaman görürük ki Rabbimiz bizlerden Allah yolunda cihatta ilk önce canınızla demir. Mallarınız ve canlarınızla Allah yolunda cihad edin. Bu ayet-i cellede de Rabbimiz Allah yolunda infak edin ve özünüzü öz tehlikeye atmayın diyor. Bu ayetin tefsirinde Allah yolunda xərclənəcək malı tutmaqdır ki, sən Allahın rızasını qazanacaq bir yerdə özünü təhlükəyə atırsan. Allah Azza ve Celle ayetin arkasında da buyurur ki, Əhsinu, yaxşılıq edin, İnnallaha yuhibbul muhsinin buyurur. Allah yaxşı əməl sahiblərini sevər qardaşlar. İkinci ayet-i cəlile El-İmran suresinin 134. ayetidir. Alemlerin Rabbi olan Allah belə buyurur. اَلَّذ۪ينَ يُنْفِقُونَ فِي السَّرَّاءِ وَالضَّرَّاءِ وَالْكَاذِم۪ينَ الْغَيْذَ وَالْعَاف۪ينَ عَنِ النَّاسِ وَاللّٰهُ يُحِبُّ الْمُحْسِنِينَ buyurur. Dikkat elədik mi? Allah yaxşı əməl sahiblərini zikrederken Allah yolunda infaktan başlıyor. Uca Rabbimiz müminlerin vəsiflərini zikrederken o müminler ki qıtlıqda ve bollukta Allah yolunda xərcləyərlər. İkincisi وَالْكَاذِم۪ينَ الْغَيْذَ Qəzəblərini udarlar. Allah Resulü sallallahu aleyhi ve sellem bir hədis şəriflərində buyurur ki, həqiqi pəhlivan güləşdə rəqibini məğlub edən deyil. Həqiqi pəhlivan hirsləndiyi zaman, qəzəbləndiyi zaman öz hirsinə hakim olan kimsədir. Başka bir hədisində Allah Resulü aleyhissalatu vesselam buyurur ki, hirsləndiyiniz zaman susun buyurur. Yine başka bir hədisində Peygamberimiz aleyhissalatu vesselam buyurur ki, şeytan oddan yaranıp, odu ateş söndürər, elə isə dəstəmaz alın buyurur. Deməli, Allah Azza ve Celle müminlərin vəsiflərini zikr edərkən, birinci Allah yolunda darlıq və bolluqda infak eləyəcək, ikincisi qəzəblərini udacaqlar. Biz bəzən öz ailəmizə qarşı göstərəcəyimiz ən gözəl dəyərləri, qüsura baxmayın, ailəmizə hirsimizi tökürük. Yaxşılıq etməyimizə layiq olan insanlar ədəbin ən mükəmməlini ailəmizə göstərəcəyimiz bir anda bəzən xəta edib öz hirsimizi, qəzəbimizi ailəmizə tökürük.
Halbuki nə etməliyik? Allah Azza və Cəllə nə deyir? وَالْكَاذِمِينَ الْغَيْرِ Onlar hirsləndiyi zaman, qəzəbləndiyi zaman öz qəzəblərini udarlar. Və Allah Azza və Cəllə nə deyir? وَالْعَافِينَ عَنِ النَّاسِ İnsanları bağışlayırlar. Bugün insanları bağışlamaq, din qardaşlarımızı bağışlamaq, bugün Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin sünnəsidir. Çünki Allah Quran-ı Kərimdə öz Peyğəmbərinə bizə vəsf eləyərkən, onu bizə tanıdarkən, ey Peyğəmbər deyir, sən əfv yolunu tut deyir. Biz onun ümməti olaraq, biz əfv yolunu tuta bilirikmi? Allah Resulü sallallahu aleyhi və səlləm din qardaşına qarşı 3 gündən artıq küslü qalmaq halal deyildir buyurur. Deməli, biz əfv yolunu tutacaq. Qardaşımıza qarşı hisləndiyimiz zaman onu bağışlamaya çalışacaq. Vallahu yuhibbul muhsinin. Allah Azza və Cəllə möminlərin vəsflərini zikr etdikdən sonra Allah belə yaxşılıq edənləri sevər buyurur. Və yenə aləmlərin Rəbbi olan Allah belə buyurur. İman gətirib, yaxşı işlər görənlər, Allahdan çəkinərək iman gətirən və salih əməllər edən, sonra yenə Allahdan çəkinib yaxşı işlər görərlərsə, daddıqlarına görə onlara heç bir günah yoxdur. Allah yaxşı əməl sahiblərini sevər. Baxın, burada da ayət-i cəllədə gördüyümüz kimi, iman edən, salih əməl işləyən kimsələri və etdiyi günahlardan peşmançılıq çəkib, bu sıxıntılardan sonra Allaha səmimi şəkildə yönələrsə, Allah onu əfv eləyər və həmin kimsəni muhsinlərdən yazar. Dəyərli qardaşlarım, İhsan lüğəvi mənada husn kökündən gəlir. Gözəllik mənasını verir. Bunu iki qismə ayırıblar. Birincisi, qul ilə Rəbbi arasında olan ihsandır ki, bu Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin məşhur bir hədisinə dayanır. Cəbrail aleyhissalam Peyğəmbərimiz sallallahu aleyhi və səlləmdən soruşur ki, İhsan nədir? Peyğəmbərimiz aleyhissalatu vesselam buyurur ki, İhsan Allahı görürmüş kimi ibadət et. Hər nə qədər sən onu görməsən də o səni görür. Bu qulun qazanacağı ən böyük mərtəbədir. Yəni qul etdiyi əməlləri xalis olaraq, ixlaslı olaraq, heç bir şeyi ona ortaq qoşmadan, insanlara göstərmədən Allah rızası üçün etməsi nədir qardaşlarım? İhsan dərəcəsidir. İhsanın qullar ilə arasında olan bir müamiləsi var ki, ilk öncə etdiyi hər işi səliqəli və mükəmməl etmək, qardaşlarım. Bu sözüm Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir hədisinə dayanır. Baxın, nə dedim? Etdiyimiz işləri səliqəli və mükəmməl etmək. Nə demək? Bir misal verim. Bugün cəmiyyətimizin yaralı yeri nədir, qardaşlarım? Ustalardır. Burada soruşsam, 90% ustalardan narazıdır, qardaşlarım. Bir pulu verdim, zəng çatmır. Pul alır, iş götürür. İşin üstündən 5 dənə iş yenə götürür. Sən əgər bir iş görürsənsə, onu ən gözəl şəkildə görməlisən.
sən işini, haqqını verməlisən. Yoxsa sən qiyamət günü məsuliyyət daşıyacaqsan. Pulunu əvvəldən istəyə bilirsən. Hədislər gətirirsən ki, Allah Rasulü deyir ki, işçinin haqqını alnının təri qurumamış ver. Bunu tələb edirsən. Amma işə gələndə işinin haqqını vermirsən. Burası çox önəmlidir. Ustadan əlavə hər birimiz gördüyümüz işin haqqını verməyə çalışmalıyıq. İşlədiyimiz müəssisədən asılı olmayaraq Allah rızası üçün və Allah-u Teala bizdən hesab soracaq. Bunu unutmamalıyıq. İkincisi, valideynlərə yaxşılıq etməyimiz. Bilirik ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmdən soruşurlar ki, ey Allahın Rasulü, yaxşılıq etməyimə ən layiq olan insan kimdir? Bir anam. Sonra yenə anam. Sonra yenə ana. Dördüncü kərəm atandır buyurur Peyğəmbərimiz aleyhissalatü vesselam. Buradan da anlaşıldığı üzrə yaxşılıq etməyimizə ən layiq olan insanlar məhz bizim valideynlərimizdir. Qonağa ikram etmək. İnsanlarla münasibətdə ihsan dərəcəsinin mən az zikr edəcəm. Qonaqlara ikramdır. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, kim Allaha və axirət gününə iman edirsə, qonağına ikram eləsin. Və son olaraq, qısa olaraq kasıblara kömək etmək bugün hər kəsin gücünün yetdiyi nisbətdə Allah rızası üçün kasıblara, miskinlərə, yolda qalmışlara, xəstə olanlara, dərdlərə çarə olmağa çalışmalıyıq. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir hədisində buyurur ki, sizdən biriniz bir iş gördükdə onu gözəl və mükəmməl etsin. Çünki Allah azza və cəllə yaxşılıqları sevir. Dəyərli qardaşlarım, son olaraq, nəticə olaraq Allah həm bizdən ibadətlərimizdə və həm də insanlarla olan münasibətimizdə gözəlliyi əmr edir, yaxşılığı əmr edir və kim çirkin işlərdən çəkinib, yaxşı işlər görərsə, Allah onu sevər. Son olaraq qardaşlarım, yaxşılıq edirmiş kimi görünməyək, yaxşılıq edək və görünməyək.